Mənim elədiyim əvvəlki səhvləri eləmələm, sığınaqlara diş pastası vurmaq. İkincisi, üzünüzü qurutmaq üçün salisilik spirti kimi buna bənzər vasitələrdən istifadə eləməyin. Üzünüzü qurudub daha betər hala salacaq. Limon suyu ilə üzümü silirdim, diş pastası çəkirdim. Yəni kim nə deyirdisə, nə görürdümsə hamısını eləyirdim də, amma heç vaxt da təsirini görməmişəm.